Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Sağlamlıq 360 efirdədir. Mən Aynur Nadir qızının təqdimatında ilin 360 günü sağlamlığımızı həqiqətən düşünürükmü, yoxsa yalnız problem yarananda sağlamlığın dəyərini anlayırıq? Bu verilişdə biz sağlam həyata yalnız baxmırıq, onu anlayır, qoruyur və gücləndirməyin yollarını birlikdə öyrənəcəyik. Mütəxəssis fikirləri, tibbin ən aktual mövzuları və gündəlik həyatımız üçün vacib məsləhətlərlə sizə doğru istiqamət göstərəcəyik. Bugün studiyamızın qonağı həkim nevropatoloq, Çin təbabətinin iynəbatırma üsulu, akupunktura üzrə mütəxəssis, Beynəlxalq İqMART Assosiasiyasının üzvü Əlövsət Əhmədli studiyamızın qonağıdır. Xoş gəlmişsiniz doktor. Sağ olun. Bugün çox əhəmiyyətli bir mövzuya toxunacağıq. Beynin qan dövranının pozulması. Və bildiyimiz kimi bu problem bəzən sadə baş ağrısı və yaxud da baş gicəllənmə ilə özünü göstərsə də, vaxtında diqqət yetirilmədikdə daha ağır nəticələrə gətirib çıxara bilər. Ümumiyyətlə, beyin qan dövranının pozulması nə deməkdir? Bu problem ən çox kimlərdə müşahidə olunur? Əsas səbəblər hansılardır? Buyurun, doktor. Beyin qan dövranının pozulması damar xəstəliyi sayılır. Necə ki, ürəkdə infarkt olur, beyində də infarkt olur. Yəni ki, qan çatmamazlığı beyinə çatmayandır. Bir də beyin qan dövranının pozulması iki variant olur. Bir olur işemik insult, yəni qan damarı tutulur, qan getmir, tromb tutur və ora qan təchizatı olmur beynin həmən hissəsinə. Bir də var hemorragik insult. O da damar partlayır, qan sızır beyinə. Yəni bunların ikisi də beyin qan dövranının pozulması sayılır, kəskin beyin qan dövranı. Bir də var xroniki beyin qan dövranının pozulması. Bu da yaşlı adamlarda olur. Onlarda klinik olaraq yaddaş pozğunluğu, yeriyəndə biraz müvazinət pozulması, yəni belə görmə pozulması. Bunlarda xronik gedir deyə, bunlarda insult olmasa da belə çətinlik törədir də həyat üçün. Bu yaşla əlaqədar yaranır. Bu xronikidir. Bəs o digər dediyinizi yaradan səbəblər, yəni insanlar necə qorunsunlar bu xəstəliyə, yəni düşə bilməsinlər, xəstələnməsinlər, əziyyət çəkməsinlər bu problemdən? Deməli, bu damar problemi əsəb nevroloji xəstəliyin 60%-i elə o beyin qan dövranının pozulması təsadüf edir insanlarda. Ən çox beyin qan dövranının pozulması. Bu da çox aktual bir problemdir. İndiki zamanda, yəni beyin damarları tıxac əmələ gəlir və yaxud da beyində qansızma olur. Bu hallar sizə əvvəldən xəbərdarlıq yəni xəbərdarlıq verə bilər ki, sizin səhhətiniz ki, nəsə problem var. Yəni yuxu pozulması əvvəllər baş verir. Yeriyəndə birdən baş gicəllənmə olur, arada nit pozulması olur. İnsanlara xəbərdarlıqdır, təzyiq yüksək qalxması, düşməsi olur. Şəkər xəstəliyində daha çox rast gəlir. Ürək xəstəliyində daha çox rast gəlir. Yəni bu ümumi səhhətin pisləşməsi də belə deyək. Ona görə də bu sizin üçün xəbərdarlıqdır insanlar. Yəni simptomlar olur. Sadəcə insanlar əvvəlcədən özlərini qorumaq üçün, özlərini müdafiə etmək üçün vaxtında həkimə müraciət etməlidirlər. Vaxtında həkimə müraciət etmədikdə ağır fəsadlar yaranır. Vaxtında həkimə müraciət etmədikdə həmən o damarlardakı o indiki zamanda çox həddindən çox, mən nə deyim, qidalarda o qədər pestisidlər qatırlar. Yəni belə aromatizatör, qidalanma ilə əlaqədar konservantlar çoxdur, o da var. Çoxdur, bəli. Qidalanmanın da problemi. Biri də qidalanmadır. Bu kişilərdə daha çox olur, yoxsa qadınlarda? Adətən kişilərdə çox olur damar xəstəlikləri. Ümumiyyətlə ürəkdə də, ürək xəstəliyi də çox olur kişilərdə. Beyin qan dövranı pozulması çox olur. İndi bu statistikada kişilərdə çox olur. Statistikaya görə kişilərdə çox olur və bildiyimə görə bu xəstəlik cavanlaşıb. Cavanlaşmadır. Çünki indiki zamanda bizim o yediyimiz qidalar həddindən çox, necə deyim, damarın içində həll olunmur da. Elə bil ki, xolesterin əmələ gəlir, triqliseridə əmələ gəlir, damarın mənfəzini tutur, xolesterin də düyüncüklə əmələ gətirir, tədricən o yığılır, bir topalanır və tromb əmələ gəlir. Ona görə də bu qidalıqma da asılıdır. Həm də ki, ümumiyyətlə, əsəb gərginliyi asılıdır. Məsələn, çox stres keçirən adamlarda beyin damarlarında spazm olur və ona elə bil ki, şərait yaradılır ki, tədricən beyində qan dövranı zəifləyir. Adətən iki
tip qan dövranı pozulması var. İşemik insult, kəskin beyin qan dövranı. İşemik insult, hemorragik insult. Əsasən işemik insult çox rast gəlir. Bu da nə olur? Mən dediyim o səbəblərdən, o xolesterin, triqliseritlərin artması, orada düyünlər yaraması, damarın mənfəzindən, sonra daralması və sonra tromba əmələ gəlməsi. Bu da gəlir. Ona görə də biz qidalanmaya da fikir verməliyik. Yəni ki, yağlı qida, sağlam həyat tərzi, aktiv həyat tərzi. Aktiv həyat tərzi bunu. Ona görə də siz əvvəldən o xəbərdarlıq olur, baş ərənməsi, yaddaş pozulması, görmə pozuntusu. İnsan onda, bizim vətəndaşlar onda onu əvvəldən yəni diqqət etməlidir və onun qarşısını almaq üçün ən azı bir qanı yoxlatmalıdır, qanın tərkibini yoxlatmalıdır. Belə şeylər yəni bu vacibdir, bilməlisən sən. İldə ən azı 2 dəfə bütün profilaktik müayinədən keçməlisən. Bəli, o doktor deyirlər ki, 6 aydan bir müayinə, yəni profilaktik müayinə, o vacibdirmi? Həqiqətən sözsüz ki, vacib. Çünki insanın da orqanizmində getdikcə, o yaşlaşdıqca gülbəcə proseslər olur. Yəni ki, bu onkologiyada ola bilər, gizli keçər, onu sən aşkar eləyə bilərsən. Damar pozğunluğunda, qanda o bəzi o şeylərin, kimyəvi maddələrin artması. Ona görə də əvvəldən sən biləndə onun qarşısını almaq daha rahatdır. Ona görə də ən azı indi mən nə deyim, imkan olsun 3 aydan bir, 6 aydan bir ən azı o qanın mumun analizi, laxtalanması, xolesterindir, triqliserit, bunları yoxlamaq daha olsa yaxşı olar. Əgər sizdə tutalım ki, həmən xəbərdarlıq varsa, həmən o əlamətdə mütləq yoxlatmalısınız. Ümumiyyətlə bir neçə nevroz var, depressiyalar var, qarışan nevrozlar var. İndi çox moda düşüb panik ataklar deyirlər, depressiya tərkibində. Bunlara çox effekt verir ki, çox əla. Yəni onun müalicə olunanda divar dərman müalicəsi də effekt verir, ancaq dərman daimi yerə qəbul edirsən. Çox qəşəng effekt verir. Xəstəlik yaşayan insanlar nə etməlidirlər? Ümumiyyətlə, onlar nə itirirlər? Onların orqanizmində nə kimi fəsadlar baş verir? Və növbəti bir sualım da olacaq. Bu xəstəliyin diaqnostikası və müalicəsi. Əvvəlcə bu xəstəlik mövcud olan insanları da nə kimi problemlər yaşayırlar? Nədən əziyyət çəkirlər? O haqqında danışaq. Siz insultu nəzərdə tutursunuz? Bəli, bax, insult keçirmiş insanlarda. Yəni hemorragik insult, işemik insult. Ən çox rast gələn hemorragik işemik insultdur. Adətən işemik insult gecə yuxuda inkişaf edir. Niyə? Çünki qan dövranı ləngiyir, o getdikcə azalır və o damarın tıxac yaranmasında şərait yaradır. İnsan yuxudan durur, görür ki, bir tərəfi keyləşib, nitqi pozulur. Sonra da əgər diqqətləməsə, təcili yardım göstərilməsə, tədricən bir tərəfdə insan, yəni bir tərəfində iflic əmələ gəlir, nitq pozulması. Əgər sağ yarımkürədə proses varsa, sol, yəni yarımkürə çarbazlaşır yollar beyində. Sağ yarımkürə sol bədəni tərəf idarəliyir, sol yarımkürə sağ tərəf idarəliyir. Ona görə də burada deməli sol yarımkürə zədələnəndə nitq pozulması, ətraflarda iflic, gemiplegiya deyirlər. Sağ yarımkürə zədələnəndə nitq pozulmur, ancaq iflic əmələ gəlir. Bu da gələcəkdə əlilliyə gətirib çıxardır da. Yəni beyin toxuması əgər 3 saat ərzində o damar açılmasa, o hüceyrələr ki var, sinir hüceyrələri, onlar məhv olur. Zədələnir, məhv olur. Ondan sonra bərpa ediləmək olmur. Bəs doktor, vaxtında müalicə, xəstəliyin diaqnostikası barədə nə deyə bilərsiniz? Diaqnostika əgər o xəstəlik başlayıb inkişaf eləyib. Yəni birinci növbədə indi baxır da səhər yuxudan durur görür bir tərəfində keyləşmə var. Mütləq ən azı təcili yardım çağırır və ya da həkimə müraciət etməlisən, xəstəxanaya getməlisən. Mütləq orada müayinələrdə ki, indiki zamanda tomoqrafiya, baş beyin tomoqrafiya, maqnit rezonans, MRT var. Yəni bunları müayinə eləmək mütləq bu vacib. Müayinə mütləqdir. Mütləq lazım. Bəli. Yəni xəstəxana şəraitində məsləhətdir ki, birinci orada olsun. Çünki evdə sən ona nə eləyə bilərsən, ancaq təzyiqlə ölçə bilərsən, nəsə yardım göstərmək olmur. Ona görə də əgər hemorragik insultsa, onda damar partlamasının ancaq hemorragik insult günün günorta çağı inkişaf edir. Adətən günün altında gəzən insanlarda, belə də aktiv olaraq təzyiq yüksək fonunda birdən-birə damar, o da niyə partlayır? O yüksək təzyiqli insanlarda damarda, o divarında şey olur,
naziləyir divarı və nə vaxtsa partlamaya meyilli olur, partlayır damar. Hemorragik insult. Ölümə də gətirib çıxara bilər. Hemorragik insult çox biraz şeydən şimdikdən daha təhlükəli. Niyə? Çünki hemorragik insultda beyin ödəmi verir. Beyində təsəvvür edin ki, sıxılma əmələ gəlir. Qan sızma dayanmazsa beyin sıxılır, elə çox çətin əmələ gəlir. Dünyasında. Amma işemik insult tədricən inkişaf edir. Yəni bunlar ağrımalı olur elə. Heç MRT-siz də ağrımalı olur. Doktor, qısaca olaraq istəyirəm ki, müalicə üsulundan və bu cür xəstələr öz sağlamlığına qovuşa bilirlərmi? Baxır, yəni vaxtında onu başlasan tədbirləri, müalicə tədbirini. Mən sizə deyim ki, məsələn, burada başqa bir variantlar da var da. Məsələn, 3 saat ərzində damar açıla bilər. Elə şeylər çox olur, mən də rast gəlmişəm. Buna deyirlər, keçib gedən beyin qanı tranzitor işimi kəmilə. İnsanda nitq tutulur, dili danışır, nitqi pozulur. Bir tərəfdə keyləşmə, iflic olur. 3 saatdan sonra açılır damar, elə variantlar. 3 saatdan sonra açılır, bu müalicədən sonra açılır? Yox, müalicəsiz də açıla bilir. Ona deyirlər işimik tranzitor işimik həmlə. 3 saatdan çox qaldısa o inkişaf edir, iflic. Yəni dayanıqlı iflic insanda. Çünki sinir hüceyrələri 3 saat dözür oksigen çatmamazlığına. 3 saatdan sonra sinir hüceyrələri zədələnir, onu bərpa eləmək çox çətin olur. Ona görə də bunu da nəzərə almaq lazımdır. Nə qədər tez müraciət etsən, onda o kömək eləmək olur. Bel fəqərlərinin osteokondrozu, kəskin, davamlı ağrı sindromu. 2 ilə yaxındır şikayəti var belində, tədricən artır. Yəni buna incidir də, yuxulamağa qoymur, həyatını pozur. MRT-si var, MRT olunur. 5-ci, 1-ci düzgün fəqərəsi arası yırtıq göstərir. 7 mm və o sinir köküyünü sıxır. Ona görə də bu daima bunun ağrı törədir. Ən yaxşı çıxış yolu paravertebral blokada deyilən bir metod var. Nöqtələr ki var, fəqərə arası. Ora məhlul yeridir. 2 gün əvvəl blokadalamışam. İndi bu gün də təkrar edirəm. İkinci blokada gələndə 50-60-70% yüngülləşmə var. Yeriyə bilmirdi. Yanında 2 nəfər köməkçi var idi, qohumları. Onlarla gəlmişdi. İndi 2 gün əvvəl blokadalamışam. Özü gəldi, özü getdi. Yəni ikinci seansa gələndə rahat özü hərəkət edirdi. Müalicəsindən dedikdə doktor, məsəl üçün təbii üsullarla yoxsa məsəl üçün kimyəvi yollarla siz nə məsləhət görərdiniz? Bu haqqda da qısaca məlumat verərdiniz. Bir də ki, məsəl üçün həkim nevropatoloq olaraq, məsəl üçün bizi izləyən izləyicilərimizə nə tövsiyə edərdiniz? Məsəl üçün müxtəlif əsəb xəstəlikləri var. Məsəl üçün izləyicilər ola bilər ki, müxtəlif nevroloji xəstəliklərdən əziyyət çəkənlər sizə müraciət etsinlər. Məsəl üçün, deyərdim ki, o xəstəlikləri bir-bir sadalayardınız və bizim izləyicilərimizdə məlumatı olardı ki, yəni sizə də müraciət edərkən hansı xəstəliklərlə müraciət edə bilərlər də, yəni nevrologiyanın hansı sahələrini ilə əlaqədar. Buyurun. Nevrologiyanın sahəsi deyəndə ki, bu qan dövranı da problemidir. Ona görə bu ürək problemi ilə də əmələ gəlir. Məsələn, insan infarkt nəfəsi keçirib, onda da əmələ gələ bilər. Şəkər xəstəliyində meyillik çoxdur, beyindən qan dövranı pozulmasına. Yəni buna profilaktik deyirsinizsə, bu xəstələrdə daha çox müayinə ehtiyac var ki, əvvəldən bu şeyin qarşısını alsınlar. Yəni şəkər xəstəliyində o dərin nevrozlarda o qədər çox stres keçir ki, insan beyin damarları spazm olur və sonradan beyin damarları spazm olandan sonra yəni burada tutulmağa meyillik olur. Bu da var. Yəni burada hərənin özünün xüsusiyyəti var da, hər xəstəliyin özünün. Ən çox amma damar xəstəliyini yoxlayırsan, əgər yüksək xolesterin varsa, triqlisərid, yağlar çoxdursa, bunun deməli səndə meyillik var. Çünki əsəbi nevrozlar da gətirib çıxarda bilər. Yəni qan dövranı pozulması ürəyə də aiddir, beyinə də aiddir. Məsəl üçün ağır vəziyyətdə müraciət olub da sizə də pasiyentlər. Onlar, məsələn, həmin pasiyentləri necə öz sağlamlığına qovuşdurmuşsunuz və belə xəstələrə nə kimi tövsiyələr verə bilərsiniz? Mən işləmişəm, mən Şəkidə işləmişəm. 98-də Bakıya gəldim. 4 nömrəli o xəstəxana vardı, o kəndçilik xəstəxanası deyirlər. Bəli, keçmiş. Orada işləmişəm, 15 il sonra oranı bağladılar. Biz getdik, yəni həkimlər
bizim sas tərkib baş sağlamlıq təzad içilmişdi. Orada işləmişəm. Hardasa 15-20-ci ilə qədər. Sonra da başqa bir yerdə Əfəndiyə xəstəxanasında oradan da. Sonra da yəni pensiya çıxmışam. İndi özəl xəstəxanada işləyirəm. Doktor, fəaliyyətiniz dövründə işemik insultdan əziyyət çəkən bir xəstə sizə müraciət edib və siz onu sağlamlığına necə qovuşdurmusunuz? Sizin üçün ən yadda qalan bir xəstə. İstərdim o haqqda danışasınız. Öz təcrübənizdən. Sizin üçün də yadda qalan bir xəstə çox olub. Mən işləmişəm. Şəkidə 80-ci ildən işləmişəm. 98-də Bakıda gəlmişəm. 4 nömrə xəstəxanada işlədik. Klinik xəstəxanada. Ora bağlandı. Sonra getdim, mən işlədik baş sağlamlıqda. Yəni buralarda bütün hamısı işlədiyim müddət ancaq mən stasionar xidmətdə, stasionar xəstəxanada işləmişəm. Və həmən dövrdə ağır xəstələr daima gəlirdi. Baxırsan xəstəyə qəbul olur, tutan huşsuz vəziyyətdə. Sən onu müayinə eləyirsən, məsləhət bilirsən ki, bu reanimasiyadır, yoxsa şöbədə yatmalıdır. Əgər tam ağırsa, onu sən reanimasiya qoyursan. Ona görə, ona qədər də əgər beyin qanunun pozulması xəstəsi yəni şübhəlidirsə, onun mütləq bir ayrılmalı yox. Qansızmalı yoxsa işemik insultdur. Çünki müalicəsi də tamam fərqlidir. İşemik insultun müalicəsində antikoagulyantdan istifadə edirsən, yəni qan durulucu. Hemorragik insult əksinə qan laxtalandırıcı. Ona görə də biz bunu mütləq, ikisində də huş olmur. Ona görə biz bunu mütləq diferensiya, ona görə də bizə lazımdır xəstəni tomoqrafiya və ya da MRT baş beyin tamam. Orada görünür ki, burada işemik insult yoxsa hemorragik insult. Ondan sonra başlanır müalicə. Əgər işemikdirsə, qan duruldan müalicələrdə başqa tam şeylərdir, yəni çoxdur orada. Geniş mövzudur. Onun xəstəxananın müalicəsinin, yəni ancaq ki, bu qan duruldan vacibdir. Biz niyə? Çünki biz onu seçmək üçün mütləq tomoqraf eləməliyik. Qansızmanın başqa müalicəsi var, işemik insultun başqa müalicəsi. Ondan sonra reanimasiya, əgər huşsuz sağlıqsız reanimasiya təyin olunur. Xəstə orada 3 gün, 5 gün qalır, huşu aydınlaşır, ətrafda iflik nisbətən yüngülləşir, yaşlılaşır. Onda biz xəstəni köçürürük şöbəyə, nevrologiya şöbəsi. Və orada başlayırıq müalicə eləməyə xəstəni. Sonra mən xəstə evə yazılandan sonra başlayıb barpa müalicəsi. Yəni iflici müalicə, nitkin müalicəsi. Bunlar belə uzun prosesdir. Mərhələli şəkildə. Mərhələli şəkildə. Amma sonda öz sağlamlığına qovuşmaq qovuşur. Dərin proseslər, dərin insult tam sağalmır. 50-lik dərəcəsi olur onda. Ancaq sağlanlar da olur, özünü idarə edəndə olur. Çox olur. Ancaq beyin qanunu pozulması çox belə, yəni ki, elə müalicə tabi olur, amma belə çətin tabi olur. Doktor, bir də sonuncu bir sualım da var sizə. Yəni, bütün növ nevroloji xəstəliklərdən əziyyət çəkən, yəni yaşından asılı olmayaraq sizə müraciət edə bilərlərmi? Nevrologiya çox geniş yəni sahədir. Bizdə bu nevrologiyada, nevrozlara da aid nevrologiya, beyin qanunu pozulluqları, sonra fəqərə problemləri, periferik sinir sistemi xəstəlikləri, depressiyalar, yəni ki, böyle çox geniş bir şeydir. Müraciət edənlər əsasən nevroloji xəstələr olur da, yəni mən saydım ki, o fəqərə problemi, ağrı sindromu olanlar. Yəni bütün nevroloji xəstəliklər, xəstələr sizə rahat şəkildə müraciət edə bilərlər, müalicə nevrologlara müraciət edə Sonda demək istədiyiniz bir məsləhət, tövsiyə varmı? İzləyicilərimizə nə tövsiyə edərdiniz? Xəstələrə mən tövsiyəm odur ki, ümumiyyətlə xəstəliyin profilaktika qarşısını almaq daha rahatdır. Nəinki xəstəlik inkişaf edəndən sonra. O görə tövsiyəm odur ki, görürsən ki, səndə əlamətlər var, nəsə biraz nasazsan, tez onun qarşısını almaq üçün müayinə olun, həkimə müraciətlə. O qədər elə xəstələr olub, bu başdan biz onu yəni gələcəkdə o problemini xilas eləmişik. Amma tamam da şok, koma vəziyyətinə gələndə huşsuz, onu vəziyyətə çıxartmaq çətindir. Ona görə ən böyük odur ki, tövsiyəm vaxtında müraciət etsinlər. Vaxtında müraciət etmək, sağlamlığın qeydinə qalmaq lazımdır, əziz izləyicilərimiz. Verişimizin sonuna gəldik və mən bir daha həkimimizi
təqdim etmək istəyirəm. Nəzərinizə çatdırım ki, qonağım həkim nevropatoloq, Çin təbabətinin iynə batırma üsulu, akupunktura üzrə mütəxəssis, Beynəlxalq İqMART Assosiasiyasının üzvü Əlövsət Əhmədi idi. Doktor, təşəkkür edirəm, studiyamıza gəldiniz, maraqlı açıqlamalar verdiniz, amma burada yük düşür bizim izləyicilərin üzərinə, çünki sağlamlıqlarını vaxtında qorusunlar, qeydlərinə qalsınlar və əziz izləyicilərimiz sağ olun, salamat qalın. Növbəti buraxılışlarımızda görüşənə qədər hələlik.